Və nifaqın da İmam Buxari bunu bildirmək istəyir ki, əlamətləri var. Zahiri, əsl odur ki, zahiri insanın zahiri daxilinə zid gəlirsə, bu nifaqdır. Məsələn, insanlara islah göstərir, salah göstərir, amma batində isə nədir? Onun xilafıdır. Və nifaqın əlamətləri çoxdur. Necə ki, bu hədisdə zikr olunanlardan əlavə, necə qeyd etmək olar məsələn, nifaq, ümumiyyətlə, münafiqlik mühüm mövzud deyə, o barədə biraz geniş danışaq. Əlidən gəlib, radiyallahu anh, buyurur ki, وَالَّذِي فَلَقَ الْحَبَّةَ وَبَرَأَ النَّسِمَ deyir, toxumu düzərdən, toxumu yaran yəni, və ruh və canlıya ruh verənə and olsun ki, yəni Allah Teala yandırsır. İnnehu la'hida en-nebi sallallahu aleyhi ve selleme li ummi el-ummi üzr istəyirəm. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, ummi olan, yəni yazıb oxumaq bilməyən Peyğəmbər sallallahu aleyhi ve sellem mənə bildirmişdir, mənə əhd eləmişdir, mənə danışmışdır ki, ən la yuhibbuni illə mümin və la yubghiduni illə münafiq. Yəni məni sevən, məni yalnız mömin sevir və mənə yalnız münafiq nifrət edir. Demək, səhabələrə xas olaraq, ümumi olaraq səhabələrə nifrət etmək, buğz etmək nifaqdandır. Nifaqın əlamətlərindəndir. Və sonra necə Ənəs ibn Məlikdən keçmişdik biz, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Ayatul iman hubbul ansar və ayatul nifaq buğdul ansar." İmanın əlaməti, ayəti ənsarları sevmək, nifaqın əlamətləri isə ənsarlara nifrət etməkdir. Və həmçinin Əbi Umamət el-Bahili radiyallahu anh bildirir ki, "Qalə el-munafiqul-ləzi izə haddəsə kəzəb və izə va'də əxləf və izə tumina xan." Bu keçdiyimiz hədisdə olan xislətləri sadalayır. Deyir ki, münafiq odur ki, danışanda yalan danışar, söz verəndə vədinə xilaf çıxar və ona bir əmanət veriləndə əmanətə xəyanət edər. Və izə qənəmə qal və bir qənimət də götürəndə qallə neyniyər? Yəni qulul, yəni qənimətdən pay oğurlamaqdır. Və izə umirə asa və ona əmr olunanda əmrə asilik itaat etməz. Və izə ləqiyə cəbunə və düşmənlə görüşəndə də qorxaq olar. Fəmən kunnə fihi fəfihi nifaq kullu. Və kim bu xislətlər bunlarda olarsa bu bütün nifaqdadır. Və mən kənə fihi ba'duhunnə fəfihi ba'du nifaq. Və kimdə də bunun bəziləri varsa, onda demək bəzi nifaqın bəzi xislətləri var. Yəni bunlar dəlildir ki, hədisdə keçən 3-4 hasr deyil, yəni tək 3-4 deyil, çoxdur. Tək 3 və 4 sayı, yəni misal olaraq göstərilib. Əksinə nifaqın əlamətləri çoxdur.